Dostlar, hamıya salam. Sizinlə Nanul SMR'dir. Bu günləri bizdə aşdı toyuqla və burada kartof. Biz alta, mən sevirəm, ölürəm. Toyuqla kartof edəndə alta həmişə kartof qoyuruq. Belə qızarır, ölüyorum. Burada turşulardır, qırmızı nədir, kələmdir, acılı biberlər, sarımsaq, burada çeri pomidorlar və xiyarımız. Gəlin başlayaq. Ayran həmçinin. Acından ölürəm, manikürdən gəlmişəm. Mənə deyənlər həmişə qırmızı eləyirsən. Bu dəfə dedim. Fərqli yaradaq. Möhtəşəm. Bu sarımsaqları özümüz eləmişik. Dünənləri necə yaxşı baxdınız, necə gözəl dəstək oldunuz. Uşaqlar, çox sağ olun ki, varsınız. Başa düşürəm ki, əziyyətim boşa deyil. Çox sağ olun. Bugünkü mövzum, mənə dedilər davamını çək. Hardakı anama dedilər ki, hazırlaşın da, vəsə. Onu həkimlər demişdi. Mən aşı ayranla çox sevirəm. Universitet vaxtları idi. Yenə də. Çox pis xəstələndim. Ömrümdə belə xəstələnməmişdim. Temperaturum 40-41. Ondan yuxarı idi. Mən yanırdım. Mən deyirdilər ki, xəstəxanaya lazımdır. Mən istəmirdim. Çünki görürdüm ki, düzəlmirəm. Orada dünyamı dəyişmək istəmirdim. Nə yeyirdim, nə içirdim. Heç nə. Ancaq inildiyirdim ki, mama. Qorxundum ki, mama gedəcək. Yanımdan. İnanırsınız? Qalxıb öz işlərimin dalınca da gedə bilmirdim. Mama aparırdı. O qədər yəni utanc verici vəziyyətdə idim. Və skor ucu neçə gündür gəlir, mən daha pis. Axırda mamanı çağırırlar o birisi otağa. Orada sonra da mənə dedi ki, mən düzələndə. Ki, yəni günlər ərzində yəni düzəlməsə vəsə. Mamaya belə verdilər. Mən cavanam deyə. Sonra mamada problem olmasın.
Mən də görürəm ki, skora getdim, amma üstümdə ağlayırdı. Gözlərim doldu. Ay, yəni çox belə moment idi. Mən də mamaya dedim ki, mama gedirəm. So, yəni onu sən dedilər. Deyir, yo. Deyirlər ki, düzəlirsən. Amma başa düşdürdüm axı, düzəlmirəm. Mən özüm yaxşı hiss eləmirəm. Bu boy belə olmuşdum. Ən böyük narahatçılıq da nə idi? Yemirdim. Daha doğrusu nənəm mənə bulyon edirdi. Onu da. Heç nə bədənimdə qalmırdı. Bizə dedilər ki, axırıncı şans nədir? Переливание eləməkdə. Yaxşı həkim tapdıq. O qərib переливание eləyirdi məndə qanda. İnanırsınız, o qədər ağrıyırdım ki, mamaya deyirdim ki, mama ucu dözə bilmirəm, getmək istəyirəm. Çünki nə yemək, nə içmək, nə təmizliyə öyrəşən insan heç yara, ancaq uzan. Saçımı belə yuya bilmirdim. Yəni bu halda. Təsəvvür edirəm, mən olum ki, həkim gəlsə, mən belə vəziyyətdə heç vaxtda, yəni öyle bir şey mənim halım yox, mənim vecimə deyildi. Mən sağalmaq istəyirdim. Və bu perilivanyalar hər şey Allah can sağlığı versin. İndiyə qədər bizim ev həkimimizdir, yəni həmişə problem olanda onu çağırırıq. Həqiqətən o canımı qurtardı deyə bilərəm. Çünki skor belə eləyirdi. Biz yəni heç nə edə bilirik, heç nə. Temperatur düşmək üçün vururdular mənə. 39-a, 38 yarıma düşürdü biraz. Sonra daha yüksək. Düşürdü, sonra təzədən qalx. Yəni təsəvvür edin, heç nə edə bilmirdilər də bunlar. Yeganə heç nə sənə lazım deyil. Nə pul, nə gelim, nə bu. Sən normal olmaq istəyirsən. Əvvəl deyirdim, uzanıram belə ki, əvvəl gəzirdim, dolanırdım, gülürdüm, amma bunu elə bil adi kimi davranırdım. Bu normaldır, bu olmalıdır, amma başa düşmürsən ki, olmalıdır, yox. Elə insanlar var görmür. Elə insanlar var eşitmir, elə insanlar var gəzmir. Olmalıdır, yox bu. Buna görə çox sağ ol deməlisən həqiqətən. Mən özümü tələbəs kimi hiss edirdim. Mama, mən də böyük bir dana uzanmışam, amma heç nə edə bilmirəm, heç nə. Mama işə getmirdi. Qorxurdum ki, işindən olacaq. Mənə görə. Amma anamın heç nə vecinə deyildi. Yəni o mənim sağalmağım üçün hər şey eləyirdi.
Dərman nə deyirdilər. Sonra mən biləndə bu xəstələnməyimin nə qədər çıxdı, mən dəli olmuşdum. Ona görə qızlar, olanlar öz sağlamlığınıza baxın. Həqiqətən böyük yaşda belə qalıb heç nə eləməmək, əslində siz başa eləyə bilməmək nə qədər çətin. Əsasən ki, insan həmişə gəzir, ora, bura, qaçır, eləyir və birdən eləyə bilmir. Biri var belə doğulursan, elə bil sənin üçün normadır. Amma burada sən hər şeyin bunlarını eləyirdin və birdən vəsyo. Sənin üçün dayanır hər şey. Ona görə hər günə görə çox sağ ol deyin. Gözümüzü açan kimi çox sağ ol deyin. Yəni həqiqətən bu belə qorxuncdur. İnanıram ki, sizə maraqlı idi uşaqlar. Əsasən, yəni mən sizə belə deyim də, mənim həyatımda şoklar çox olub. Mən sizə çox belə şok məsələlər. Mənə deyirlər ki, xoşbəxtliyin haqqında danış. Onu da danışacağam əzizlərim. Əlbəttə məndə var. Olub. Gəzməklərim, gülməklərim. Amma yəni belə momentləri danışmaq istəyirəm ki, mən nələrdən keçmişəm. Sonra mənə deyirlər ki, yəni nə var ki, yox, nə var ki deyil. Heç nədən nə var ki deyil. Ona görə belə uşaqlar, çox sağ olun ki, məndən idiniz əzizlərim. Köhnə videolarıma baxmaq üçün bura basırsınız. Baxmamısınızsa baxın, zəhmət olmasa dəstək olun, çox xahiş edirəm. Və burada əgər loqo var, ora basırsınız, takib atırsınız. Sizlə Nanuli ASMR idi.